deyirlər ki, Laçınla Şuşa məsələsi Dağlıq Qarabağın statusu müzakirə olunan vaxtı müzakirə olunsun. Siz niyə razılıq vermirsiniz buna? Niyə inatkarlıq edirsiniz? Mənə deyirlər. Və bəziləri deyirlər ki, hətta bəlkə mən düz eləmirəm. Çünki inatkarlıq edirəm, bir haldakı bu məsələni mərhələ-mərhələ əldə etmək olar. Məsələ Ağdam rayonudur, Füzuli rayonudur, Cəbrayıldır, Zəngilandır, Qubadlıdır, Kəlbəcər. Bu rayonlar azad olacaq. Bu rayonlara oranın vətəndaşları, onların sakinləri qayıdacaq. Bunun özü müəyyən atmosfera yaradacaq. Onlar da deyirlər, Ermənistan tərəfi də deyir ki, bu müəyyən demək atmosfera yaradacaq, yəni bir-birinə inam artacaq, ziddiyyət aradan götürüləcək, filan olacaq, peşmekan olacaq. İkinci mərhələdə Dağlıq Qarabağa hansı status verilərsə, onda Laçınla Şuşa məsələdə müzakirə olunsun. Mən buna razı olmuram. İndi görün, Şuşa və Laçın nə qədər əhəmiyyətlidir və nə qədər əzizdir.